Qardaş, bəs belə bir şübhə gətirirlər ki, bəs Peyğəmbər sallallahu vaxtında təməddü həcci var idi, həmçində siğə. Və Ömər radiyallahu vaxtında təməddü həcci, bir də siğə qadağan edildi. Ümumiyyətlə, bu mövzuda geniş mövzudur və əslində bu ikisi ayrı-ayrı mövzulardır. Yəni, təməddü həcci və mut'a. Yəni, bizim dildə desə, yəni siğə, bu ayrı mövzulardır və məlumdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında yəni, qadın mut'ası, yəni siğə qadağan edilmişdir. Və 3 mərhələdə qadağan edilib və icazə verilmə vaxtlarına baxanda, qadağan edilmə vaxtlarına baxırsan hədislərə, hamısı hərb vaxtında olub, döyüş vaxtı olub. Və Xeybər günü də qadağan edilmişdir. O da yenə də Xeybər müharibəsində və sonra Məkkənin fəthi günü icazə verildi. Elə Məkkənin fəthi günündə qadağan edildi. Və qadağan olunanda Allah Rasul dedi ki, bu əməl qadağandır ta qiyamətəcən. Aydındır? Bu məlum bir şeydir. Hətta Xeybər günü siğənin qadağan edilməsinə dair hədis necə Müslimdə gəlir, Əli ibn Əbu Talibdən gəlir. Və bu hədis eyni ilə, yəni eyni ləfslə demək olar ki, Şiə məzhəbinin Kitab-ül Kafidən tut, İstibsar, Təhsibul Əhkəm, Vəsail-ü Şiə, Biharul Ənvar, elə bir hədis kitabı yoxdur ki, orada olmasın. Eyni ləfslə, Müslimdə gələn ləfslə Əli ibn Əbu Talibdən. Hədisin ləfsi də belədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Xeybər günündə 2 şeyi, uzunqulaq ətini, ev uzunqulağının ətini yeməyi və bir də qadın mut'asını, yəni siğəni haram etdi. Bu, onların kitablarında gəlir. Və mən bir dəfə demişdim bunu, bir rafisi, yəni elm tələbəsinə, cavabı belə oldu ki, Əli bunu, o 2 cür cavab verdi. Birinci cavabı bu oldu ki, bizdə icazə verən, yəni siğəyə icazə verən dəlillər çoxdur, o səbəbdən biz bunu qəbul etmirik. Yəni, artıq burada nəfs nəyi istəyir, onu qəbul edir. Və ikinci cavabı da bu oldu ki, Əli bunu rəvayət edəndə bu hədisi öz vaxtında təqiyyənə deyib. Bu da ki, heç bir məntiq qəbul eləmir. Yəni, elə çıxır ki, Əli radiyallahu anhu təqiyyə ilə Allah Rasulunun adına hədis uydurub. Və ya şəriətin halal dediyini insanları alladıb, neyniyib, halalı haramlaşdırıb. Əgər siğə halal idisə, elə çıxır ki, Əli yalandan şəriətin halal dediyinə nə verdi? Haram hökmünü verdi. Bu da əslində Əli ibn Əbu Talibə təndir, əslən bu küfürdür. Əslən küfürdür şəriətin halal dediyinə haram deyəsən, bu küfürdür. Əgər şəriət doğrudan da buna halal deyirsə, Əlinin bunu təqiyyə ilə haramlaşdırması, bu küfürdür əslən. Və təbii ki, Əli bu iftiradan, bu yəni yalandan uzaqdır. Fəqət burada bir məsələ var ki, bəzi sahabələr siğənin haram olmasından bixəbər idilər. Bəzi sahabələr bixəbər idilər. O sahabələrdən biri İbn Abbasdır, biri Cabir ibn Abdullahdır və bəzi sahabələr bixəbər idilər. Səbəb nə idi? Səbəb o idi ki, çünki Allah Rasulunun zamanında mən bayaqlar qeyd elədim, qadın mut'ası yəni kütləvi şəkildə deyildi. Hərb vaxtı icazə verilmiş və hərb vaxtda qadağan edilmişdir. Bunu, yəni, müəyyən bir təbəqə bilirdi. Və müəyyən bir təbəqə bunu nəql edib. Təbii ki, İbn Abbas o hadisələrdə nə döyüşəcək yaşda deyildi, nə də siğə edəcək yaşda deyildi. Və İbn Abbasın bu şeydən bixəbər olması təbiidir. Və o səbəbdən bəzi hədis kitablarında gəlib ki, Cabir ibn Abdullah və İbn Abbas hətta Allah Rasulunun vəfatından sonra Əbu-Bakrin zamanında, hətta Ömərin zamanında siğə edirdi. Və fikir versəz, Əli ibn Əbu Talibin o hədisi nəql etməsinə səbəb nə olur? İbn Abbasın bu əməli. Yaxınlaşır, deyir ki, onu ağır ol. Neynirsən? Mən özüm öz qulağımla eşitdim ki, Rasul sallallahu aleyhi və səlləm Xeybər günü bunu haram etdi. Və İbn Abbas rəyindən dönür. Və İbn Abbasdan əsər var, nəql var
vəfatına yaxın deyir ki, mən 3 şeydən, yəni verdiyim 3 fətvadan dönmüşəm. Və onlardan da biri siğə barədə verdiyi fətva olur. Və Ömər ibn Xattabın zamanında təbii ki, fətihlər çoxalır. Yəni, müsəlmanların ərazisi genişlənir və bəzi təbəqələr siğənin haramlığından bir xəbər olur. Və Ömər ibn Xattab görür ki, bu şey yayılır və bu İmam Nəsainin Sünən əsərində də gəlir səhih sənədlə. Ömər ibn Xattab radiyallahu anhu siğəni qadağan edəndə gör hansı ləfsi işlədir. Ləfsə fikir verin. Deyir ki, vallahi Allah Rasulü, fikir verin, demir mən, deyir vallahi Allah Rasulü öz sağlığında 3 dəfə siğəyə, yəni qadın mütuasına icazə verdi və o cümlədən bunu qadağan etdi. Ömər ibn Xattab deyir, 3-cüdə qadağan edəndə dedi ki, bu haramdır ta qiyamətəcən. Və Ömər ibn Xattab deyir ki, bu qadağadan sonra Allah Rasulunun buna icazə verməsinə dair kimdə dəlil varsa gətirsin. Dəlili olmadan bu əməli edənə zinakara tətbiq olunan həcc cəzasını tətbiq edəcəm. Subhanallah. Ömər ibn Xattab dedi mi ki, mən bunu haram edirəm, qadağan edirəm? Ömər ibn Xattab dedi ki, Rasul sallallahu aleyhi və səlləm buna icazə vermişdi və qadağan etdi. Kim bu qadağandan sonra halal olmasına dair dəlil gətirməsə, zinakara tətbiq olunan həcc cəzasını onun üzərinə tətbiq edəcəm. Yəni, sual budur ki, Ömər ibn Xattab siğəni qadağan etdi? Bəli. Və qadağan etməsi ilə nə oldu? Rasul sallallahu aleyhi və səlləmin sünnətinə müvafiq oldu. Və salam. Aydındır? Hə, təməttü həcci də, təməttü həcci həccin 3 növündən biridir və təməttü həccində ümrə ilə həcc bir yerdə edilir. Bugün məsələn müsəlmanların əksəriyyəti həccə gedəndə təməttü həcci edirlər. Birinci ümrə edirlər, sonra həcc edirlər. Bizim dildə isə bir daşına 2 quş vururlar. Aydındır? Yəni bir ziyarətlə, bir səfərlə 2 ziyarəti də edirlər. Və Ömər ibn Xattab radiyallahu anhu təməttü həccinə qadağan qoymayıb. Yəni təməttü həccini qadağan etməyib, təməttü həccini haramlaşdırmayıb. Fəqət Ömər ibn Xattabın qadağan qoyması məsləhət babından idi. Çünki hər qadağan haram yönündən deyil. Ola bilər xəlifədir. Biz bilirik ki, Ömər ibn Xattab o zaman xəlifə idi. Və xəlifə olaraq müəyyən şeylərə qadağan qoyurdu. Və Ömər ibn Xattabın xəlifə olaraq müəyyən şeylərə qadağa qoyması hər qadağası haram babından deyil. Aydındır? Bu indiki zamanda da var. Elə bir qadağan ola bilər ki, o məsləhət babındandır. Və Ömər ibn Xattabın təməttü həccinə qadağan qoyması şəriətin halalını haramlaşdırmaq babından deyildi. Və Ömər ibn Xattab heç vaxt bunu iddia da etməmişdi. Fəqət o məsləhət babından idi və məsləhət nə idi? Çünki Ömər ibn Xattab istəyirdi ki, yəni Kəbənin şanı, əzəməti daha böyük olsun. Və insanlar yəni ilin hər bir fəslində, hər bir ayında ümrə üçün gəlsinlər. Və Kəbə boş qalmasın. Çünki biz bilirik ki, təməttü həcci üçün gələnlər həcc etməmişdən qabaq həcc ilə bərabər ümrə edirdilər deyənə bir daha ümrə üçün Kəbəyə gəlmirdilər və Kəbə boş qalırdı. Ömər ibn Xattabın qəsdi nə idi? Və bu rəvayətlərdə də, hədis kitablarında da gəlir və tarixdə də bu məlumdur. Yəni, qadağası məsləhət babından idi və məqsədi Kəbənin şanını ucatmaq idi və siz fikir verin, bu xəbis rafizlər Kəbənin şanını ucatmaq istəyən Ömər ibn Xattabın şanını azaltmaq istəyirlər. Aydındır? Gör, Ömər ibn Xattabın qəsdi nə olub, sənin qəsdin nədir? Yəni, bu məsələnin də cavab belədir.